Son 2 ildə turizm mərkəzi təkcə istirahət məkanı kimi deyil, həm də nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi edən mərkəzə çevrilib. Burada beynəlxalq standartlara cavab verən 500 nəfərli FİS stadionu inşa olunub. Qeyd edilib ki, 2026-cı ilin qış mövsümündə dağ xizəyi üzrə Azərbaycan çempionatı, xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya kuboku, eləcə də Moqul üzrə Dünya kubokunun final mərhələsi keçiriləcək. 2 gün davam edən tədbir çərçivəsində media nümayəndələri mərkəzdə yaradılan imkanlarla tanış olub, qış idman növləri və əyləncə xidmətlərini sınaqdan keçiriblər. Qeyri-mövsümdə və yay mövsümü ərzində turistlər gəlir, həm xizək sürməyi öyrənə bilərlər, eyni zamanda da bu bizə gələcək idmançıların hazırlanmasına çox böyük kömək göstərəcək. Beynəlxalq yarışlarla bağlı deyə bilərəm ki, mart ayında Beynəlxalq Xizək və Snowboard Federasiyasının təşkil etdiyi Dünya kubokunun Moqul növü üzrə final mərhələsi məhz şaxtada keçiriləcək. Bu o deməkdir ki, qış mövsümü ərzində keçən dünya kuboklarının qalibləri şaxtağa gəlib və burada finalda iştirak edərək dünyanın ən güclülərini müəyyən edəcəklər. Bundan əlavə olaraq bildirmək istəyərdim ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının təşkil etdiyi Avropa çempionatı və Dünya kuboku da mart ayının əvvəllərində şaxtada keçiriləcəkdir. Biz Şaxdağda il boyu məşq edirik. Yayda dağlarda qaçırıq, velosiped sürürük. Qışda isə, yəni gördüyünüz kimi xizəkdə məşq edirik. Nəhayət ki, çox sevinirik ki, qış mövsümü açılıb. Bu il federasiyamızın və Şaxdağın dəstəyi ilə biz dünya kuboklarda iştirak edəcəyik Avropada. Amma əsas yarışımız burada Şaxdağda olacaq mart ayında. Həm Avropa çempionatın, həm də dünya kubokun sahibi olacağıq və bunun üçün çox çalışırıq, hazırlaşırıq.